Ermənistan nümayəndə heyətinin Bakıya səfərində maraqlı anlar yaşanıb. Qlobal İnfo xəbər verir ki, erməniləri müşahidə etmiş politoloq Fərhad Məmmədov onların Bakıdakı erməni kilsəsinə baş çəkdiyini deyib. Ermənilərə Bakıdakı kilsədə saxlanılan və erməni dilində olan təxminən 5000 kitab göstərilib. Ekskursiyanı İrəvanda anadan olmuş, ermənicə sərbəst danışan kitabxana mütəxəssisi Jalə Qurbanlı aparıb. Bakıdakı gəzinti zamanı maraqlı bir hadisə baş verib. Erməni nümayəndə heyətinin üzvlərini Bakının yaşlı nəslinin 2 nümayəndəsi tanıyıb. Məlum olub ki, erməniləri tanıyan yaşlı azərbaycanlılardan biri əslən İrəvandandır. O, Boris Novosardyan və yoldaşları ilə erməni dilində danışıb. Vaxtilə İrəvanda yaşadığı məhəlləni xəbər alıb. Fərhad Məmmədov xatırladıb ki, Ermənistan nümayəndə heyətinin üzvü Boris Novosardyan müharibədən əvvəl Bakıda olub, müxtəlif forum və tədbirlərdə iştirak edib. Lakin nümayəndə heyətinin qalan üzvləri ilk dəfə Azərbaycana gəliblər. Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti Sülh Körpüsü təşəbbüsü 21-22 oktyabr tarixlərində İrəvana səfər edib. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.